Disjunctive question. Bunu sual verəndə, yəni testdə bu haqda sual olanda, sənə yazmır ki, disjunctive question söz. Sənə yazır choose the correct variant. Tərcüməsi demişdim ki, elə deyilmi deməkdir. Yəni cümlənin bir tərəfi təsdiq olursa, vergüllə ayrılır. Təsdiqdirsə, digər tərəfi inkar olur. İnkardırsa, digər tərəfi təsdiq olur. Yəni cümlənin birinci hissəsi olur təsdiq cümlə formasında və ya inkar cümlə, yəni cümlə olur nəqli cümlə formasında. İkinci tərəfi isə sual cümləsində birinci tərəfin əksi. Məsələn, deyirəm ki, you are a doctor. Bu cümlə təsdiqdədir. Are təsdiqdir. İndi mən buna sual verəndə are you deyirəm. Düzdür, sualında davamı. Amma bura təsdiqdirsə, ikinci tərəfini mən verirəm inkarda. Aren't you? Ən çox səhv olunan mövzu indiki sadə zamandır ki, məsələn deyirəm ki, he writes a letter. Buna sual verəndə mən indiki sadə zamanın sualını yadıma salmalıyam ki, indiki sadə zamanın sualı do, does ilə düzəlir. Yəni burada olmalıdır doesn't he, am'di, is'di, ardı, was'du, were'di, have'di, has'di. Bunların özü cümlənin içərisində olmalıdır ki, onlardan istifadə edəsən. Bir də səhv olunan mövzularımızdan biri hansıydı? Məsələn, he had to go deyirəm. Bu mənim had to modal feilimdir. Had to modal feildirsə, had to'nun sual düzəlir də didlə. Didlə düzəlirsə, onda burada olmalıydı didn't he. Had to'nun sual düzəlir. Deməli, didlə burada olur didn't he. She has to come. Burada isə has to'nun sual düzəlir does'dan. Onda da burada olacaq doesn't she. Yəni bunlara fikir vermək lazımdır. Have to-ya, has to-ya, nidə, bir də ki, bu indiki sadə zamanda olan formalarına fikir vermək lazımdır. Bu bizim disjunctive questionlarımızdır. Yəni ayrıcı suallarımız. İkinci tip bizim cümlələrimiz əsas deməli specialda nələrə fikir vermək lazımdır. Yadında qalsın, nöqtələrdən sonra isim gəlirsə, ancaq how many, məsələn, biz when üstəgələ isim deyə bilmərik. Where üstəgələ isim deyə bilmərik. Who, whom üstəgələ isim deyə bilmərik. Why üstəgələ isim olmaz. How, what time, how often, when, sonra since when. Yəni bunlar üstəgələ isim olur. Bunlar üstəgələ köməkçi feil, mübtəda əsas feil olur. When üstəgələ isim olmaz. Sonra why, how, whom, where üstəgələ isim olmaz. Məsələn, cümlə verilir, yazılır ki of how many, sonra whose,
Bunlar uyğun ola bilər. Özündən sonra isim tələb edə bilənlər onlardır. Digərləri özündən sonra isim tələb etmir. Digərlərinin cümlə quruluşu belədir. Və ya üstə gələk köməkçi və ya modal, üstə gələk mübtəda, üstə gələk əsas feil. O cümlə quruluşu budur. Bəzən belə tipli test yazılır. Və ya did buy you this book. Məsələn, yazılır belə. Bu səhvdir. Nəyə görə səhvdir? Deyə düz gəlibdir. Did özündən sonra köməkçi feil düz gəlib. Amma burada əsas feil veribdir. Əsas feil yox. Birinci mübtəda, sonra əsas feil olmalıdır. Və bunlara fikir veririk. Diddən sonra indikiyə qayıdır. Daz ilə es düşür. Əsas feil üstə gələk mübtəda yox. Mübtəda üstə gələk əsas olur. Sual sözü mübtəda olmaz. Ümumiyyətlə sual sözlərindən sonra heç vaxt ən, z gələ bilməz. Bunu yadımızda saxlayırıq. Olmur yəni bunlar. Sual sözündən sonra birbaşa isim gələ bilənləri dedik. Bunlardan sonra birbaşa ən, z'dir, zistətdir, zət, susdur. Bunlar ola bilməz. Yəni bu bizim testimizdə, yəni qayda kimi götürdüyümüz hissəmizdir. İndi testlərin üzərində baxaq. 209-da 1. Arla verilib sual və inkardadır. Deməli, bir tərəf təsdiqdə olmalıdır. Olmalıdır az. The car isn't. Isn't inkardadır. Deməli, olmalıdır is. Yəni, təsdiqdir inkar. İnkarsa təsdiq formasından götürürük. Məsələn, 14-cü sualda burada həzbin verib. Cümlə həzlə verilibsə, sual inkarda cümlə sualı da həzlə verilir və cümlə təsdiqdə olduğuna görə inkar götürürük. Hasn't he olur. Burada Mark has cleaned deyir. Həzlə verilirsə, sualda həzlə verilir. Deməli olur burada hasn't he təsdiqdə deyə inkar götürürük. Burada amma have to work deyir. Bax indi burada have has'dir, amma have to modal feil formasında olanda bu artıq do does'la verilməlidir. Have to olduğuna görə isə burada biz verəcəyik do. Və təsdiq olduğuna görə inkarını verəcək olacaq don't say, C variant. Burada A variantında verib, C variantında təsdiqini verib, inkarında. Yəni birinci baxırıq cümlənin təsdiq və inkar olmasına, ikinciyə isə cümlədə işlənən köməkçi feilə fikir veririk. Və köməkçi feil işlənməyibsə, cümlə sadə, indiki sadələdirsə, keçmiş sadələdirsə, do does'ın işlənməsinə baxırıq. Burada məsələn, indi bu tipli testlərdə choose the correct interrogative sentence deyir. Düzgün deyir, sual cümləsində seçin. Does verir, feilin sonuna s verib. Olmaz. Does dedik varsa feilin sonuna s düşməlidir. A variantı getdi. B variantı did verib, amma feilin sonuna e'dir. Yəni feili keçmiş zamanda verib. Ona görə B variantı gedir. C variantında köməkçi sual sözünü verib, köməkçi feili verib, amma özündən sonra birbaşa əsas feili verib. Əsas feil yox, mübtəda üstə gəlir əsas feil olur. Ona görə C variantı da gedir. D variantında when the next bus arrived, düzgün cavab D-dir. İndi niyə Y deyil? When the next bus olmaz. When-dən sonra köməkçi feil gəlməlidir. Ona görə Y variantı getdi. Qalır D variantı. 8-də when-dən sonra she gəlib. Olmaz. Çünki V üstə gələk köməkçi feil olmalıdır. Burada she gəlib, put gəlib. Düzgün ola bilər. B variantını saxlayalım. Niyə C deyil? V-dən sonra köməkçi feil gəlməlidir. Amma əsas feil gəlib, ona görə C gedir. D-də V does she puts olmaz. Feildən does varsa S düşməlidir. Y-də isə V did put deyir. Did put yox, she put. Yəni biz bu hissəsində fikir veririk ki, sual sözü, köməkçi feil, əsas feil mübtəda yox. Mübtəda üstə gələ əsas feil olmalıdır. Ona görə Y variantı gedir.